Herkese salam dəyərli tələbələr. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sizinlə 16 noyabr 2025 tarixli Master School tərəfindən keçirilən quizdə ingilis dili izahlarının, yəni ingilis dili fənni ilə bağlı olan sualların izahlarına baxacağıq bərabər. Dinləmə hər zaman uşaqlar imtahanın ilk 10 dəqiqəsində olur. Dinləmə sualları ilə əvvəlcə tanış olursunuz. Daha sonra isə artıq dinləmə bir dəfə qoşulur. 2 dəqiqə fasilə keçdikdən sonra dinləmə yenə ikinci dəfə qoşulur. Siz o ortadakı 2 dəqiqədə yenidən suallarınızı müzakirə edə bilirsiniz, qeydlərinizi götürə bilirsiniz. Dinləmə sualını işləməmişdən daha əvvəl uşaqlar mütləq şəkildə dinləmənin sualları nəzərdən keçirilməlidir. Dinləmənin sualları nəzərdən keçirilməmiş dinləmə etmək olmaz gənclər. Çünki biz həmin dilin öz istifadəçisi olmadığımıza görə ikinci dil kimi də bizə ingilis dili uşaqlar. Ona görə axın zamanı, yəni dinləmə səsləndirilən zaman onu anlayıb yazmaq bizim üçün çətin məsələdir. Ona görə mütləq şəkildə suallarla əvvəlcədən tanış olmalıyıq. Birinci suala baxsaq gənclər, burada otağın qiymətinə nəyin aid olmadığını istəyir bizdən. İkinci sualda bizdən otağın kirayələnməsindəki tələbləri nəyə əhatə elədiyini soruşur gənclər. Üçüncü sualda bizdən əsasən uşaqlar sualların şərtlərini oxumaq daha məqsədə uyğundur. Çünki variantlar böyük ehtimal bir neçəsi dinləmədə səslənəcək deyə. Məsələn, bu rəqəmlərə falan diqqət eləmək lazımdır uşaqlar. Bir var ki 250 olsun, bir var 215 olsun. Biraz daha vurğulu şəkildə deyirik onu, belə desək. Üçüncü sualda uşaqlar bizdən hansı sualın cavabını olduğunu soruşur. Məsələn, A variantında deyir ki, main hallda nə qədər insan otura bilər. B variantında əlaqə məlumatları haqqında soruşur. C variantında main hallda keçirilən tədbirlərdə hər hansı bir limitlənmə varmı? Onu soruşur. Bir limit varmı? D variantında 250 olan depozitin nə zaman ödənildiyi. Y variantında isə danışan insanların adı varmı ya yoxmu? Onu istəyir bizdən. It is clear from the dialogue that bu qəbul tipli bir başlıqdır gənclər. Bu demək istəyir ki, yəni choose a correct variant. Yəni ki, istədiyi bizdən odur ki, dinləməyə əsasən doğru cavabı çıxaraq ortaya. 5-ci sualda isə uşaqlar bizdən niyə tədbiri təşkil edən insanın main hallu seçdiyinin səbəbi lazımdır bizə uşaqlar. Yəni niyə o main hallu seçdi? Buna səbəb nə idi? Biz bunu müzakirə edəcəyik. İlk olaraq dinləməmizi səsləndirək gənclər. Ona əsasən də doğru cavablarımızı tapmağa çalışaq. Uyğunlaşdıraq əlbəttə ki, variantlarımıza, doğru cavablarımızı ortaya çıxaraq. İndi mən dinləməni səsləndirəcəm və biz dinləmənin suallarını müzakirə edəcəyik bərabər. Hello. Oh, hello. I wanted to inquire about hiring a room in the village hall for the evening of September the 1st. Let me just see. Yes, we have both rooms available that evening. There's our main hall that's got seating for 200 people. Or there's the Charlton room. Sorry? The Charlton room. CHARLTON. That's got seating for up to 100. Burada 2 dənə zal olduğunu qeyd edir. Uşaqlar main hall, yəni 2 dənə otaq olduğunu, main hall olduğunu qeyd edir və Charlton olduğunu qeyd edir. Main hallda 200 people olduğunu qeyd edir uşaqlar, yəni 200 nəfərə qədər tutur. Digər otağın isə up to 100, yəni 100 nəfərə qədər yer tutduğunu qeyd edir bizə. Well, we're organising a dinner to raise money for a charity, and we're hoping for at least 150 people. So, I think we'll go for the main hall. Bu xeyriyyə yeməyi verdiyini qeyd edir gənclər. Yəni xeyriyyə yeməyi olacağını qeyd edir və deyir ki, ümid edirik ki, yəni biz gözləyirik ki, artıq 150 nəfər iştirak edəcək. Ona görə main hallun daha uyğun olduğunu qeyd edir. A variantı 115 olduğu üçün problem var gənclər. Y variantı bizim doğru cavabımızdır. Main hallun tutumu daha uyğun idi görüş üçün. How much would that cost? Let's see. You wanted it for the evening of September the 1st? Yes, that's a Saturday. So from 6 p.m. to midnight, that'd be £115. That's the weekend price. Bu 6-cı gün olduğunu qeyd edir, yəni tədbirindir. Yəni 6-cı gün idi, hə. O artıq saat 6-dan midnight-ə qədər, yəni gecə yarısına qədər 115 olduğunu qeyd edir qiymətin və həftə sonu olduğu üçün bu qiymətdə olduğunu qeyd edir. Yəni 4-cü sualda bizə doğru cavab olur C variantı gənclər.
It's £75 on weekdays. Amma həftə içi günlərdə 75 pound olduğunu qeyd edir. It's all right. And I have to tell you, there's also a deposit of £250, which is returnable, of course, as long as there's no damage. But we do insist that this is paid in cash. We don't take cards for that. Bir də 250 pound artıq depozit olduğunu qeyd edir və deyir ki, biz depoziti ancaq cash olaraq götürürük, yəni kartla götürmürük və deyir ki, of course returnable, yəni geri ödənilə biləndir, amma heç nə qırılmasa gənclər, heç bir şey zədə almasa. Və deməli burada bizdə A variantı ola bilməz uşaqlar, çünki kartla yox, cash istəyir. B variantı ola bilməz. Çünki burada tam olaraq çəkilən ödənişlə bağlı söhbət getmir. Cash zaten ola bilməz gənclər, çünki depoziti üzr istəyirəm. Burada yalnız cashlə olduğunu qeyd eləyir. D-də də uşaqlar məbləğ səhvdir. 215 yox, 250 olmalı idi. You can pay the actual rent of the room however you like, though. Cash, credit card, check. Amma deyir ki, geri qalan ödəniş var, ümumi ödəniş. Onu amma deyir ki, onu necə istəyirsən elə ödəyə bilərsən. Yəni kartla da ödəyə bilərsən, nağd ödəyə bilərsən, çeklə də ödəyə bilərsən. Yəni ona görə burada bizdə doğru cavab olur C variantı gənclər. Oh, well, I suppose that's okay. So, does the charge include use of tables and chairs and so on? Oh, yes. And what about parking? Yeah, that's all included. The only thing that isn't included is, you said you were organising a dinner? Yeah. Well, you'll have to pay extra for the kitchen if you want to use that. Burada artıq qeyd edir ki, tables, chairs, bunlar hamısı ödənişə aiddirmi? Oğlan ödənişə aid olduğunu qeyd edir. Parkingi soruşur. Parking də is also included, yəni daxil olduğunu qeyd edir. Amma deyir, siz yemək tədbiri verəcəksinizsə, əgər kitchen istifadə eləmək istəyirsinizsə, onda əlavə ödəniş ödəməlisiniz. Deməli, əlavə ödənişlə olan burada kitchen idi. Bir də hansı sualın cavabı var deyəndə uşaqlar, main hallda nə qədər insan oturacağı məlumdur da. Hər uşaqlar 200 people. Ona görə çox rahat doğru cavab olmalıdır A variantı. Nə zaman ödənməlidir? Bilirik ki, orada da 250 pound depozit ödənməlidir. Amma nə zaman ödənməlidir? Bununla bağlı məlumat yoxdur. Spikerlərin adı nə idi? Bununla bağlı məlumat yoxdur. Sonra orada keçirilən tədbirlərdə hər hansı bir sərhədləmə varmı? Bununla bağlı, yəni hər hansı bir tələb varmı? Bununla bağlı məlumat yoxdur. Village Hall'da olan eveningdəki contact informationla bağlı da məlumat yoxdur. Deməli, daha da cavabı yoxdur. Bizdə doğru cavab olaraq formalaşır gənclər A variantı. Bu bizim dinləməmizin sualları idi gənclər. Ümid edirəm ki, hər birinizə aydın oldu. İndi isə keçid alırıq mətnimizə, mətn izahımıza baxacağıq gənclər. Mətndə iki cür bizim əslində uşaqlar mətn işləmə metodumuz var. Bir ola bilər ki, tekstdən suallara gedək. Bir də ola bilər ki, suallardan tekstə gedək. İndi biz çalışacağıq ki, suallardan tekstə gedək. Çünki bu metod daha belə desək, yaxşı metoddur. Daha belə desək, uşaqlar time saving metoddur. Yəni biraz daha çox bizə vaxt qazandıran metoddur. 6.1-də bizə qeyd edir ki, uşaqlar əslində dəniz bizim üçün nə qədər vacibdir, bunu çox adam hələ də bilmir, hamı ona razı deyil. Bunu demək istəyir bizə. Heç də hamı bundan razı deyil. Bəli, burada görsək uşaqlar qeyd olunub ki, some people don't understand why the ocean is so important to life on earth. Yəni demək istəyir ki, niyə yer kürəsində həyat üçün dəniz bu qədər vacibdir? Bunu bəzi insanlar bilmirlər. Deməli belə çıxır ki, bu 6.1 bizim üçün olur uşaqlar, true. Gəlirik 6.2-yə. 6.2-də the ocean is essential to life on the earth. Bu da həqiqətən uşaqlar, yəni ki, doğrudan da ocean bizim üçün importantdır. Hətta burada da deyir ki, əgər bizim okeanımız olmasa, o halda planetimiz də olmaz, işləyən planetimiz də olmaz və burada ondan əvvəlki cümlədə deyir ki, artıq o dəniz, avtomatik dənizin içində olan o varlıqlar var ya, onlar avtomatik oksigeni verirlər və karbonu içlərinə çəkirlər. Bu da o deməkdir ki, daha təmiz hava ala bilirik də biz düzdür okeanlar vasitəsilə. Ona görə bu da bizim üçün trudur. 6.3-də uşaqlar bizə qeyd edir ki, we get resources we need from the sea. Yəni bu deməkdir ki, biz bizə lazım olan mənbələri dənizdən ala bilirik.
Doğrudan da axırıncı abzasda belə şeylər yazılıb uşaqlar. Dənizin bizim həyatımız üçün, yer kürəsi üçün nə qədər vacib olduğundan tamamilə danışılıb. Amma ki, bizə lazım olan hər şey dənizdən əldə edə bilirikmi? Bütün mənbələr dənizdə varmı? Bununla bağlı mətndə heç bir məlumat yoxdur gənclər. Heç bir şey qeyd olunmayıb. Sadəcə belə bir şey deyir ki, the ocean is the foundation of our life support system. Yəni deməkdir ki, bizim həyatımızın dəstək sisteminin belə desək əsası dənizdir. Amma dənizdən biz hər şeyi əldə edə bilirikmi? Bununla bağlı heç bir məlumat yoxdur. Ona görə bu bizim üçün olur false. 6.4-ə gəlsək gənclər, 6.4-də bizə qeyd eləyir ki, Silva ən uzun suyun altında ən uzun müddət qalmaq rekordu qırıb da, düzdür gənclər. Bura gəlsək gənclər, burada qeyd eləyir ki, o doğrudan da belə bir cümlə var burada. Deyir ki, o doğrudan da yüzlərlə səyahət edibdi. Expedition burada o suyun altına dalış deyək də, belə desək uşaqlar. Həmin ondan söhbət gedir və deyir ki, total olaraq, yəni ümumi olaraq 7000 saat keçirib suyun altında. Amma onun dünyada ən uzun müddət qalmağı ilə bağlı heç bir məlumat yoxdur. Ona görə bu da bizim üçün olur gənclər false variant, yəni səhvdir. Gəlirik 7-ci sualımıza uşaqlar. Burada okeanın bizim dəstək sistemimizin niyə əsası olduğunu qeyd edir uşaqlar. Onu biz bayaq burada o cümlənin altına biz xətt çəkdik gənclər. Əgər niyə elədi, niyə özəyidir bizim həyatımızın dəstək sistemimizin? Çünki burada qeyd elədiyi kimi o avtomatik karbon qazını içinə çəkir, yəni udur və oksigeni də doğurur, yaradır. Buna görə də bizim həyatımız üçün vacib rol oynayır gənclər. Hansı variant uyğun gəlir? Generate oxygen and take up carbon which keeps the planet working. Hansı ki bu planetin işləməyinə səbəb olur gənclər. Ona görə tamamilə D variantı ilə bütünləşir. Gəldik 8-ci sualımıza. Frightening sözünün mənasını istəyir bizdən gənclər. Bu qorxuducu ifadəsidir uşaqlar, amma doğrudan da yəni qorxudan ürkmə, qorxma hadisəsidir. Yəni ki, belə desək, vahimələndirmə. Yəni vahiməli olmadan söhbət gedir. Biz buna threatening kimi deyə bilərdik, dangerous kimi deyə bilərdik. Burada artıq bu growing or becoming more advanced, bu bizim variantımız ola bilməz gənclər. Bu əksinə yüksək səviyyəli deməkdir, inkişaf etmiş deməkdir. Having a great effect on people or things of great value, bu da bizdə ola bilməz. Extremely interesting də ola bilməz. Excitement and pleasure uşaqlar, bunlar müsbət şeylərdir. Məsəl üçün həzz deməkdir, həyəcan deməkdir. Amma frightening sırf uşaqlar qorxudan doğan bir şey olduğuna görə o bizdə doğru cavab ola bilməz. C bizdə doğru cavab ola bilməz. Deməli, avtomatik doğru cavab olaraq bizdə formalaşır B. Keçid alırıq 9-cu sualımıza. 9-cu sualda onun ilkin təcrübəsi bizə maraqlıdır uşaqlar. Suyun altında ilk olaraq nəyi təcrübə eləyib? Burada bu abzasda ondan söhbət gedir gənclər. O ilk dəfə dənizə səyahət edən zaman, yəni okeanın altına dalan zaman 3 yaşı olduğunu qeyd eləyir və orada bir dalğa ilə hətta qarşılaşıb. Tamamilə deyir, okean mənim diqqətimi çəkdi. Əslində deyir, bu o qədər də qorxuducu deyildi. Əksinə həyəcan verici idi. O gündən bəri də deyir ki, mən həmişə okeandakı həyat məni cəzb edib, mənim diqqətimi çəkib, mən ondan vurulmuşam, mən bunu demək istəyir. Yəni belə çıxır ki, uşaqlar ilk suyun altında olan təcrübəsi onun qorxu ilə keçməyib, yəni o bu təcrübəni çox sevib, bəyənib. Ona görə she was afraid yox, çünki burada frightening deyildi də uşaqlar, thrilling idi. Y variantı da ola bilməz, çünki qorxmayıb
heyvanlardan. Onu xatırlamaq üçün düzdür balaca idi. Əslində təcrübəni balaca yaşda yaşayıb, amma həmin təcrübəni dilləndirə bildiyinə görə deməli yəni yaddaşında qalıb bu. D variantda deyir ki, ondan zövq almadı, əksinə çox sevmişdi uşaqlar. Hətta vurulmuşdu belə desək okeana. Ona görə də burada bizdə doğru cavab olaraq olur B variantı. 10-cu sualda uşaqlar bizdən mətnə əsasən doğru cavabları istəyir. Üzr istəyirəm. Hansı sualların cavabı var, onu istəyir. Birinci suala baxsaq görürük ki, burada deyir ki, bizə hansı növ heyvanlar yaşayırdı orada. Burada baxsaq uşaqlar mətndə bizə qeyd olunub ki, həmin 20-ci əsrin sonunda artıq 90% heyvanlar, burada adlar verilib. Köpək balıqları var, tuna balığı var, tısbağalar var, balinalar var və deyir ki, artıq başqa dəniz heyvanları, varlıqların 90% artıq həmin ərazidən yoxa çıxmışdı gənclər. Orada yaşayan heyvanlar məlumdur da, düzdür uşaqlar. Deməli, birin bizdə doğru cavabı var. Çox rahat. Nə qədər heyvandır uşaqlar yoxa çıxıb, o da var, 90% idi. Sonra 2-də bizə deyir ki, uşaqlar suyun çirklənməyinin spesifik səbəbləri nə idi? Bunu soruşur bizdən. Sonra 5-də bizdən qızın nə zaman öldüyünü soruşur. 4-də isə ora nə zaman getdiyini, yəni qalfa nə zaman getdiyini soruşur bizdən. Qızın ora nə zaman getdiyini. Qız ilk dəfə ora gedəndə burada qeyd edilib uşaqlar görsün 1950-ci ildədir. Yəni demək bunun cavabı var. Daha sonra nə zaman ölüb Silva? Bununla bağlı heç bir məlumat yoxdur. Suyun çirklənməsi ilə bağlı da yəni hansı səbəblər var? Məlumat yoxdur. Sadəcə burada deyir it seemed to be large and too wild to be damaged by the action of people. Yəni deyir ki, bəli, o həm çox geniş görünürdü, həm də ki insan belə desək, insan tərəfindən biraz daha belə desək uşaqlar to wild, yəni əslində wild vəhşi deməkdir. Yəni insanlar tərəfindən burada zədə aldığını qeyd eləyib. Coşqun da deyə bilərik biz burada buna, yəni wild-da belə desək. Ona görə də burada bizə doğru cavab olaraq uşaqlar, yəni nələrin cavabı var deyirsə, çox rahat şəkildə 1-in, 3-ün və 4-ün cavabı var. Burada 90% cavabımız, burada cavabımız sharks ola bilər, whales ola bilər, tunas ola bilər və turtles ola bilər. D variantında isə nə zaman getdiyini deyir. Orada da 1950-ci ildə olduğunu biz mətndən çox rahat görə bilirik. İndi keçid alacağıq ikinci mətnimizə, dəyərli tələbələr. İkinci mətnimizdə K vitaminindən söhbət gedirdi. Onun görürsüz uşaqlar birinci cümlədə qan laxtalanmasına da vacib rolu olduğunu və çox qanamanın qarşısını aldığını qeyd eləyir. Və digər vitaminlərdən fərqli olaraq vitamin K-nın artıq belə desə qida əlavəçisi olaraq istifadə olunmadığını qeyd eləyir. Tipik olaraq yəni bunun üçün istifadə olunmayıb. Mürəkkəb anlayışlardan ibarət olduğunu qeyd eləyir uşaqlar. Compound, yəni mürəkkəbdir. Burada yəni tərkib hissələrindən ibarət olduğunu qeyd edir. K1 və K2 olub bunlarda gənclər. K1-i biz uşaqlar daha çox yaşıllıqlardan, meyvə tərəvəzlərdən ala bilirik. K2 vitaminini isə gənclər biz daha çox ala bilirik ətdən, pendirdən, yumurtadan, deməli bunlardan ala bilirik. Əslində belə baxsaq uşaqlar, birincidə bizdə bir xəstəlik adı verilib burada və deyir ki, bu vitamin K, bir də ikincisindən söhbət gedir. Onun bir belə desək də uşaqlar komponenti idi. Osteoporoz xəstəliyindən söhbət gedir burada, osteoporoz xəstəliyindən. Bu onun üçün əla olduğunu, yəni onun müalicəsinin əla olduğunu qeyd edir gənclər. Düzdür, mətndə belə bir cümlə var gənclər həqiqətən də. Deyir ki, yəni düşünülür ki, görünür ki, onu müalicə edə bilər. Orada olan sümük itkisindən söhbət gedir uşaqlar. Sümük əriməsidir gənclər bu. Amma deyir ki, bu tədqiqat belə desək həlledici olmadı. Yəni conclusive odur ki, uşaqlar məntiqli olmadı, belə desək, logical olmadı, decisive olmadı. Ona görə bir bizdə false-dur gənclər. Yəni dəqiqliklə isbat olunmayıb ki, xeyir demiyor.
Deyir ki, ümumi olaraq insanların çoxunda K2 vitamini var. Bəli, buradadır uşaqlar o. K vitamini var insanlarda. Most people get enough vitamin K from their diets. Burada qeyd olunub. Deməli, onun üçün də burada bizim üçün olur doğru cavab. Gəlirik 11.3-ə. Burada yenə vitamin K-nin qan funksiyası üçün, normal inkişafı üçün vacib olduğunu qeyd edir. Bəli, birinci abzasda da bizə qeyd edir ki, doğrudan da K vitamini həm qan laxtalanmasında, həm də çoxlu qanamanın qarşısını almaq üçün çox vacibdir. Ona görə bu da bizdə true olaraq formalaşır, gənclər, yəni doğrudur. Vitamin K-nın element və hormonlardan ibarət olduğunu qeyd edir. Amma biz bayaq baxmışdıq ki, gənclər, burada qeyd olunub ki, vitamin K əslində compoundlardan ibarətdir, yəni tərkib hissələrindən ibarətdir. Bura element və hormonlar aid deyil. Belə desək, ona görə də bu bizim üçün avtomatik olacaq. 11.4 bizim üçün olacaq. False gənclər. Keçid alırıq 12-ci sualımıza. 12-ci sualımızda uşaqlar bizdən prevent verbinin mənasını istəyir. Prevent bir şeyin qarşısını almaqdır, gənclər, qarşısını almaqdır. A-da əksinə deyir ki, uşaqlar bir şeyə səbəb olmaq, o bizdə doğru cavab ola bilməz. B-də də deyir ki, bir şeyi mümkün və istifadə üçün mümkün və təmin etmək, bu da ola bilmir. Bir şey hansı ki, istifadə üçün əlverişlidir. Sonra hər hansı bir fikri, ideyanı yoluna qoymaq, bu mənada demək istəyir bizdə B variantında. Və ya da digər insanların düşündüyü bir şeyi planlamaq, digər bir insanların düşündüyü bir şey üçün. D variantında bu bizim üçün doğrudur uşaqlar. Bir şeyin baş verməsinin qarşısını almaq deməkdir. Y-də behave deməkdir, yəni davranmaq, rəftar eləmək deməkdir. Bu da bizim doğru cavabımız ola bilməz, gənclər. Burada tamamilə doğru cavabımız olur D variantı. Keçid alırıq vitamin K ilə bağlı bizə deyir ki, sübut olunmuş məsələ nədir burada? Bunu soruşur bizdən. Yadınızdadırsa uşaqlar, bu xəstəliklə bağlı belə desə, nəticə məntiqli olmadı, həll edici olmadı. Ona görə A ola bilməz. Morning səhər xəstəlikləri ilə bağlı bir məlumat yoxdur. Xərçənglə bağlı da bir məlumat bizdə qeyd edilməyib və artıq vena damarlarından söhbət gedir burada C variantında. Yəni demək istəyir ki, artıq həmin o vena damarlarında ki şeylərin burada vena damarlarının genişlənmələrindən söhbət gedir uşaqlar. Niyə bunu hörümçək sözü ilə verib? Çünki uşaqlar vena damarlarında problem olanda o insanın ayaqlarında belə necə desək, balaca belə mavi rəngdə və yaxud da qara rəngdə bir damarların xaricdən görüntüsü kimi görsənir belə. Ona görə onun spider vine olaraq burada adlandırılıb. Amma qan laxtalanmasına xeyri olduğu ilə bağlı çox rahat biz ilk cümlələrdə oxuduq. Uşaqlar, compoundlardan biri olan K1 nədə tapılır da ona baxaq uşaqlar. Biz onu uşaqlar göyərtidən ala bilirdik, bir də tərəvəzdən ala bilirdik. Ona görə də bizdə burada doğru cavab olaraq 14-cü sualda formalaşır A variantı. Meat, cheese and eggs isə vitamin K2-dən tapırdıq da, hə uşaqlar bunu. Keçid alırıq 15-ci sualımıza. Burada hansı sualların cavabı olduğunu deyir. Uşaqlar, primary role bu iki cümlədədir zaten. Dedi ki, qan laxtalanmasına xeyirdir, bir də qanaxmanın qarşısını alır. Və daha sonra deyir ki, 2-də bizə qeyd edir ki, o qan təzyiqində necə müalicəsində qan təzyiqi yox uşaqlar, qan laxtalanmasını biz gördük mətndə. Ona görə 2 səhvdir. Sonra 3-də bizə deyir ki, uşaqlar, niyə görə vitamin K yeni doğulan uşaqlara tətbiq edilir? Bununla bağlı mətndə belə bir cümlə qeyd olunub uşaqlar. İndi biz həmin cümləyə baxacağıq sizlə bərabər. Bu
Bu arada uşaqlar, burada vitamin K-nın doğrudan da belə tipli xəstəliklərə də xeyirli ola bildiyi düşünüldüyü qeyd olunub. Amma bunlar aren't proven. Yəni ki, proof sübut etməkdir uşaqlar. Yəni sübut edilməyib. Ona görə biz bunları doğru cavab olaraq götürmürük. Ya birdən beyninizdə hər hansısa bir sual qalar. Burada aren't proven. Yəni ki, artıq o sübut olunmayıb. Ona görə problem var. Burada gördüyünüz kimi uşaqlar deyir ki, vitamin K çatışmazlığı yetişkin insanlarda çox nadir hallarda olur. Amma yeni doğan körpələrdə çox tez rast gəlinən haldır. Ona görə də yeni doğulan uşaqlarda həmin vitamin K-nın tətbiqi standart bir hal alıb. Yəni mütləq o vitamin K tətbiq edilməlidir yeni doğulan uşaqlara. Deməli onun üçün cavabı var hər uşaqlar. Çünki onlarda vitamin deficiency olur. Yəni çatışmazlığı olur. Həmin vitaminin çatışmazlığı olur. Ona görə problem yaranır. Amma həmin çatışmazlıq insanın sümüklərinə necə təsir göstərir? Bir də burada gördüyünüz kimi uşaqlar excessive sözü verilib. O bilirsiniz nə deməkdir gənclər? Yəni həddindən artıq, izafi belə desək. Türklərdə belə bir ifadə var, uşaqlar aşırı doz. Həmin onu nəzərdə tutur. Burada əslində uşaqlar bizdə vitamin K-nın insanda çox olanda nə yaratdığı ilə bağlı məlumat yoxdur. Low level var əksinə. Görürsünüz deyir ki, burada o insanda qarşısı alınmaz elə bil ki, idarə edilə bilməyəcək bir qan axmanın yaranmasını artıra bilər, yəni daha doğrusu can increase. Amma onun əksik və yaxud da artıq olan K vitaminin insanın sümüklərini necə təsirləməyinə bağlı heç bir məlumat yoxdur gənclər. Ona görə də burada bizə doğru cavab olaraq olur 1, bir də doğru cavab olaraq oldu 3 uşaqlar. Excessive olmağının riskləri yoxdur uşaqlar. Lack olmağının riskləri var amma. Gələk make-up story-mizə gənclər. Make-up story quracağıq sizlə. Ən çox 3 ilə başladığına görə biz də 3 ilə başlayaq uşaqlar. John Brown yaşayırmış Kaliforniyada. Onun 2 ədəd oğlu var imiş. Kim ki onlar çox dəcəl imiş. Onun 2 dənə çox dəcəl olan 2 oğlu var imiş. Və bir gün Kaliforniyada bir zəlzələ baş verir gənclər. Və John Brown öz övladlarını dostu Tom Stone'un yanına göndərir New York'a. Və artıq bir müddət keçdikdən sonra üzərindən, bir həftə keçdikdən sonra John Brown Tom Stone'dan bir mesaj qəbul edir. Mesajda açır və oxuyanda görür ki, zəlzələni bizə göndər, amma oğlanları götür demək istəyir. Yəni ki, o qədər dəcəl olublar ki, yəni zəlzələdən də betər olub hər uşaqlar vəziyyət. Ona görə deyib ki, zəlzələni bizə göndər, amma övladlarını geri götür. Gəldik 17-ci sualımıza. 17-ci sualımız zaman və məchul növ ikisi bərabər olan sual tipidir uşaqlar. 2025-ci ilin qəbulunun 1-ci cəhd sualı var idi. Ondan çox bənzərdilər hədsiz dərəcədə. Burada bizdə baş cümlədə zaten wear feilinin keçmiş zamanı istifadə olunduğuna görə geyinmək feilidir. Burada əlbəttə ki, uşaqlar saatı geyinməlikdə, yəqin qola taxmaqdan söhbət gedir. Burada keçmiş zaman olduğuna görə biz zaten B variantı ilə Y variantını atırıq. Zaman uzlaşması olaraq heç bir problem yoxdur gənclər. Ona görə də biz burada görəndə ki, buradakı which bu watch-a aiddir və watch saatda uşaqlar. Saat cansız bir anlayışdır. Gift isə hədiyyə etməkdir gənclər. Onda belə çıxır ki, saat özü-özünü hədiyyə eləyib də, hə gənclər. Belə şey də mümkün olmayacağına görə bizim passive voice-a ehtiyacımız var. Bir də hal-hazırda ki, taxıb o dəbli saatı ona yaxın dostu tərəfindən verilib, taxmamışdan əvvəl hədiyyə edilib də gənclər. Yəni keçmişdən də əvvələ qayıtmalıydıq zaten, keçmiş bitmiş olmalıydı. Onu da passive voice-a çevirmək üçün bizim gərək mütləq binimiz olsun. Ona görə bizim doğru cavabımız olur 17-ci sualda D variantı. Keçid alırıq 18-ci sualımıza. Bu əvəzlik və kəmiyyət mövzusunun qarışımı bir sualdır. Burada görürük ki, uşaqlar sifətin kökündə bizim er var. Yəni bu müqayisə dərəcəsinin göstəricisidir.
Biz artıq ikinci bir müqayisə dərəcəsi də qoya bilmərik. Ona görə Y variantını atırıq. More olan yerdə er olmur, er olan yerdə more olmur gənclər. İkinci tərəfdə də uşaqların növ sözü artıq cəmdə olduğuna görə bir də get-gedə yer kürəsində hava istilənirsə uşaqlar, əgər belə də davam eləsə, daha çox heyvan və bitkilər yoxa çıxa bilər də, düzdür gənclər, daha çoxu çıxa bilər. Zaten maç ola bilməz. Geri qalır A, B, C var da, B də zaten ola bilməz. Geri qalır A ilə C variantı. A-nı da yerinə qoysa uşaqlar tərcümə olaraq uyğun gəlmir ki, biraz deyir ki, biraz isinəcək ilbəil və belə davam eləsə də az heyvan və bitkilər yoxa çıxacaq. Amma əksinə çox heyvan və bitkilər yoxa çıxar, hə gənclər? Ona görə C variantı daha uyğundur. Yəni belə halda, belə olanda mütləq tərcüməyə də fikir vermək lazımdır. Keçid alırıq 19-cu və 20-ci suallarımıza. 19-cu sualda zaman mövzusu ilə bağlı bir dənə sual çıxır bizim qarşımıza. Zaman uzlaşması ilə baxsaq gənclər. Bizdə indiki zaman ancaq indiki zamanla uzlaşa bilər. Keçmiş zaman ancaq keçmiş zamanla uzlaşır çox hallarda. Hətta demək olar ki, hər halda belədir gənclər. Gələcəklə də indiki zaman uzlaşa bilir. Bu izahla baxsaq, A variantında C indiki zamandır, had keçmiş zamandır. B variantında ise o keçmiş zamandır, are indiki zamandır. D variantında have indiki zamandır, were keçmiş zamandır. Y variantında ise o keçmiş zamandır, have indiki zamandır. Mən gördüm ki, qızlar otaqda nəsə axtarırlar. Look for bir ifadə formasındadır gənclər. Bir şeyi axtarmaq mənasında biz onu istifadə edirik. Gəldik 20-ci sualımıza. 20-ci sualda sözləri definitionla məçələməliyik, uyğunlaşdırmalıyıq uşaqlar. Remarkable, ağla batan, belə desək, yadda qalan deməkdir uşaqlar. Görkəmli deməkdir. Ona görə outstanding, prominent, extraordinary, magnificent, marvelous bu tipli ifadələrlə uyğun gəlir. Və həm də eyni anda nə ilə uşaqlar? Unusual and special əlbəttə ki. Entire tam bütöv deməkdir uşaqlar. Ona görə complete, whole bu mənada gedir. Tiresome yorucu deməkdir gənclər. Darıxdırıcı, sıxıcı, yorucu, zəhlətökən. B variantına uyğun gəlir. Annoying and boring. Başqa da yaza bilərik. Mesela tedious yaza bilərdik, for example. Sonra exhausting yaza bilərdik, for example. Irritating yaza bilərdik, for example. Annoying mənasında. Bu halda uşaqlar 1-ə Y olur, 2-yə D olur, 3-ə də B olur gənclər. Yəni uyğunlaşır bizim üçün Y variantı ilə. Bu oldu uşaqlar bizim İngilis dili ilə bağlı olan suallarımızın izahları. Ümid edirəm ki, hər biri sizə aydın oldu. Qaranlıq bir nüans qalmadı. Hər biriniz özünüzə yaxşı baxın. İnşallah gələcək izahda görüşmək üzərə.